Mən Leyla İzzətova, mənim 18 yaşım var. Mən tələbəyəm, Bakı Dövlət Universitetində təhsil alıram. Birinci sinifdən 3 il mən hip-hopla məşğul olmuşam. Sonra isə bal rəqslərə keçirtmişəm və indi isə həm bal rəqslərlə məşğulam, həm salsa bachata. Mən professional rəqqasəm, amma mən həm də yaxşı oxuyuram. Ona görə özümü müğənni kimi sınamaq istədim. Mən çox şadam ki, bu layihəyə qatıldım və hamıya uğurlar arzulayıram. Wow! Wow! Salam! Salam. Necəsiz? Yaxşıyam. Kimdir bizim iştirakçımız? Leyla İzzətova. Leyla İzzətova nə edəcək? Mən oxuyaram, həm də mən professional rəqqasıyam. Biz də dinləyərik. Oxuyaram. Okey. Bugün oynamazsınız. Xahiş etsək. Əgər münsiflər üçün lazım olsa, mən rəqs eləyərəm. Oxuya oynayın. Mən bugün lirik mahnı oxuyaram. Lirik. Lirik Lənkəran. Bu sizə, məndən hədiyyə. Bu sizə və uğurlar sizə. Uğurlar Leyla. Ohoho! Axşamınız xeyir olsun. Hər vaxtınız xeyir. Salam, xoş gördük. Özünüzü təqdim edin. Mən İzzətova Leyla. Leyla. Leyla, mahnı oxuyacaqsan da, hə? Hə, Leyla? Bəli. Nə oxuyacaqsan, Leyla? Bugün mən Titanium mahnısı oxuyuram, David Guetta və Sia. Cover versiya. Yaxşı mahnıdır. Mən tanıyıram o mahnını. Leyla, buyurun, dinləyirik sizi. I'm talking loud, not saying much. I'm criticized, but all your bullets ricochet. I'm talking loud, not saying much. I'm bulletproof, nothing to lose. Far away, far away. Ricochet, you take your aim. Far away, far away. You shoot me down, but I won't fall. I'm titanium. You shoot me down, but I won't fall. I'm titanium. Cut me down, but it's you who'll have the words to fall. Goes down and held in love. Raise your voice. Sticks and stones may break my bones. I'm talking loud, not saying much. I'm bulletproof, nothing to lose. Far away, far away. Ricochet, you take your aim. Far away, far away. You shoot me down, but I won't fall. I'm titanium. You shoot me down, but I won't fall. I'm titanium. I'm titanium. I'm titanium. You shoot me down, but I won't fall. I'm titanium. You shoot me down, but I won't fall. I'm titanium. I'm titanium. I'm Çok sağ ol.
Leyla, mən bəyəndim sənin ifanı. Çox sağ olun. Da, çox təmiz, gözəl. Diapazonunuz da ruslar demişkən priliçnidir. Mən bəyəndim sizin çıxışınızı. Çox sağ olun. Malik, Mənim ən sevimli mahnılardan biridir. Mən də həmin mahnıya bir cover yazmışdım, bir klip də çəkdirmişdim həmin mahnıya. Mənim çox xoşuma gəldi. Çox rahat, sərbəst, təmiz. təmiz. Bəli. Çox sağ olun. Murad bəy, Belə deyim. Mən bu mahnını hələ oxumamışam. amma hazırlaşıram. Heç coverını da yazmamışam. Əgər istəyirsiniz bir yerdə oxuyarıq. İkinci turdan sonra deyəcəm. O bir nam yox idi. Murad. Sən nam yox Mənim başa bütün düşdün. qalan bu dəqiqə Aygün xanımdadır. Aygün xanım qərar verir. Bəli, Oxuyacam yoxsa yox, o deyir. bəli. O zaman amma açıq deyim sizə ki, mən çox maraqlandım. Mən elə gəlir ki, istedadlı insan hər bir şeydə istedadlıdır və mən həmişə dəstəkləyirəm insan hər bir şeyə əl atanda və ola bilsin ki, sizin də yolunuz buradan keçdi, özünü tanıt müsabiqəsindən keçdi və ola bilsin ən böyük uğurunuz elə burada olacaq. Uğurlar olsun sizə. Mən Çox sağ olun. etiraz etmirəm. Sağ olun. O zaman fikrimiz necə olacaq Mən Murad bəy? hə deyirəm. Gözəl xanım çıxış eləyəndə, Gözəl xanım hətta mahnı oxuya biləndə, Aygün xanım buna dəstək olanda mən necə ola bilər ki, yox deyim, ha? Deməli, hə? Sağ olun. Hə, 3 həylə. Çox sağ olun. Uğurlar Keçdiniz. sizə Hə, hə, ikinci hə. turda görüşmək üzrə. Super, Daha nə pis təbriklər. sındırdı Çox məni, gözəl. gördünüz? Çox sağ olun. Sağ olun. Çox qəşəng. Gələn səfər yəqin ki, rəqslə çıxacaq. Bəli, rəqslə. Mən özüm rəqs eləyərəm. O zaman gözləyək. İnşallah. Hələlik. Çox sağ olun. Leyla sağ ol. Hətta buradan sonra. Leyla! Kim gəlir növbəti? Bəli. Vegan.